Əziz dostlar, Yasemin burada təzə çiçək açıbdı. Çox maraqlıdır. Bu da belə qənaətə gəlmək olar ki, burada susuz olub. Sonradan yağışlar yağandan sonra ağac yuxudan oyanıb. Ona görə belə fəsilləri qarışıq salıb, çiçək açıb. Bura gördüyünüz kimi Cəbrayıl rayonudur. Binalar yeni təzə tikilib, amma çox heyif ki, çox heyif. Əfsuslar olsun ki, binaları bir-birinin içərisində tikiblər. Ara məsafəsi demək olar ki, yox dərəcəsindədir. Bu boyda gözəl, möhtəşəm binaları tikiblər. Elə bil ki, bu boyda böyük sahələrdə kiçik bir yerdə yerləşdiriblər binaları. Heç nəyin nəqliyyatı, əhalini nəzərə almayıblar. Burada gördüyünüz kimi köhnə tikillərdən qalan bir budur. Hamısını ermənilər dağıdıb, darmadağın eləyib. Köhnə Cəbrayıldan qalan tikillər bunlardır. Və burada da var həmin ağac çiçək açıb. Əziz dostlar, Yasemin çiçək açıb. Gördüyünüz kimi Cəbrayıl rayonudur bura. Salamlarımızı göndərib bütün dostlara, Dağlıq Qarabağdan, Ordubadlılara, TV'lərə, Naxçıvanımıza, Azərbaycanımızın bütün bölgələrinə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə acı şəfalar versin. Allah qalib ordumuzu, yurdumuzu qorusun. Onların sayəsində biz bu torpaqları gəlib gəzə bilirik. Əziz dostlar, bir də mənim əziz qardaşım, dostum Hüseyn müəllim, Hüseyn Cəfərov. Əziz dostumuz. Hüseyn müəllim. Yasemin, ilin bu fəsli. Bugün ayın neçəsidir? Dedim yazıq ağac çürükü bir fəsil də qarışdırıb. Bugün ayın neçəsidir? 27-si oktyabr 2025-ci. Bəli, bugün gündə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kaş izləyicilər, sizə də bu qoxusu gəlib çataydı. Həqiqətən Allah də bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün onların qəbirlər üstündə bitibdi. Amin. Qəbirlər üstündə torpağı qanla yoğrulub azad ediliblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz dostlar, bu torpaqlar çox müqəddəs torpaqlardır. Şəhid qanı ilə yoğrulmuş torpaqlardır. Hər damlası qiymətlidir, əzizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.